olacaqsınız söz verdiyinizə görə. Bu günləri gözəl bir gündür. Şəbnəm xanımın 41 yaşı tamam olur. Allah Teala ona can sağlığı, xoşbəxtlik, firavan həyat, gözəl günlər arzulayırıq. Allah ona xoş günlər nəsib eləsin. Yəni sənətdə çox gözəl işlər görüb, bu yaşa qədər öz üzərində çox əziyyətlər çəkib, öz üzərində həqiqətən də bu nəğmələri ilə sevilib, işləyib. Ona görə xalqın sevgisini qazanıb. Bizim də borcumuzdur ki, onun gözəl günündə iştirak edək, ona xoş arzular diləyək, yolu açıq olsun. Bizim də Şəbnəm xanımla da dostluğumuz var, arada bir zarafatımız da olur, insanlar tərəfindən sevilir. O səmimiyyət bizim aramızda var. İnşallah ki, yenə də davam edəcək. Onun ürəyinin necə deyək, gözəlliyidir ki, bugün sənətkarlar burada əyləşib, ustadlar buradadır, alim müəllim də buradaydı, alim müəllim də indi biraz var gedib, mənim ustadım Sabit müəllim də buradadır, Kamil qardaşımızla bərabər əyləşmişik. Burada çox insanlar Şəbnəm xanımın ürəyinin gözəlliyinə yığışıblar. Ona görə biz onun sağlığına da badə qaldırmışıq. Sənətində ona daima uğurlar arzu edirik. Heç kəsə qulaq açmasın, irəliyə, ancaq irəliyə. Daş atan çox olar. Onun bu günləri xoş gündə çox insanlar var. Biz fəxr edirik ki, bizim Şəbnəm kimi gözəl xanım müğənnimiz var. Bəli, biz də sənə fəxr edirik. Var olun, çox sağ olun. İdmançılar da burada iştirak edirlər. Xalqımızın üzdə olan sənətkarları da Şəbnəm xanımın ad günündə iştirak edirlər. Bizim də gücümüz çatandan iştirak edirik. Çox sağ olun. Təşəkkürlər, minnətlər. Sağ olun. Sağ olun, siz də sağ olun. Salam, xoş gəlmisiniz. Şəbnəm xanımı necə təbrik Xoş gördük. Mən sizləri salamlayıram. Mən bugün burada bütün sənət nümayəndələri, bütün Şəbnəm xanımın ətrafına yığışan bütün sənətçilər, sənətkarlar təbrik edirik. Sizlərə dərin təşəkkürümüzü bildiririk. Bugün burada əziyyət çəkib bütün Şəbnəm xanımı sevənləri təbriklərini çatdırırsınız. Allah hər birinizi var eləsin. Mən ümumiyyətlə bizim televiziya kanalımıza, bütün mağazin heyətimizə, bütün hər bir sənətçimizə Şəbnəm xanım kimi dəyərli dostlar duyuram. Minnətdaram, təşəkkür edirəm dəvətiniz üçün, bu xoş sözləriniz üçün. Var olasınız, Allah var eləsin sizləri də. Çox sağ olun, minnətdaram, təşəkkürlər. İnşallah görək də, yaxşı olar Allah qoysa. Hədiyyənin kiçiyi böyük ol, bəy verən atın dişinə baxmırlar. Var olasınız. Sağ olun, çox sağ olun. Şəbnəm xanımı necə təbrik edərdiniz? Şəbnəm xanımı necə təbrik edirəm? Hamı kimi. Böyle hamı kimi. Uzun ömür, can sağlığı. Harada tanış olmuşuq? İlk dəfə Şəbnəm xanımı harada rastlaşmışsınız, görmüşsünüz də? Şəbnəm xanım mən səs yazı studiyasında görüşmüşük. Haradasa bir 15 yıl bundan qabaq. Elə orada da tanış olmuşuq. Sonra toylarda görüşmüşük, konsertlərdə görüşmüşük, bayramlarda görüşmüşük. İndi ad günündə görüşürük. Ən sevdiyiniz onun ifası hansıdır sizin üçün? Belə deyək də, haradasa onun səsi, o ifası gəlinir, Şəbnəm xanım yada düşür. İfasını duyan kimi Şəbnəm xanım. Ümumiyyətlə Şəbnəm xanımın otuğu mahnıların hamısı elə bir ki onun üstünə biçilib. Amma onun mənim ən çox sevdiyim mahnı Qarabağ Azərbaycandır mahnısıdır. Bu da ki lap bizim Zəfər günü münasibətilə bu yaxında Zəfər günümüzü qeyd edir. Orada da oxudu. Bəli, xoşuma gələn Qarabağ Azərbaycandır mahnısı. Digərlərindən fərqləndirən cəhət nədir? Yox, bilirsiniz necədir? Qarabağ Azərbaycan deyəndə orada artıq rəqs eləmək olmur. Elə özü Qarabağda hiss eləyirsən, bəli. Ona görə də Şəbnəm xanımın düzdür, lirik musiqiləri də var. Amma ki, mənim ən çox sevdiyim Qarabağ Azərbaycandır. Möhrünü vurmuş. Bəli, möhrünü vurur. Ona uzun ömür can sağlığı arzu edirəm. Və yeni ilinizdən mübarək olsun. Dünya Azərbaycanlıların həmrəylik gününü təbrik edirəm sizləri. Çox sağ olun. Sizə də can sağlığı arzu edirəm. Çox sağ olun. Nə yaxşı ki varsınız. Sağ olun, sağ olsun. Gəlib çəkiyorsun, işıqlandırırsın. Sağ olun.
Salam Leyla xanım, necəsiz? Yaxşı olasınız, hər zaman müraciət verə bilərsiniz. Mən Şəbnəm xanıma can sağlığı arzu edirəm. Ailəsi ilə, övladı ilə gözəl günlər arzu edirəm. Allah ona gül balasını xoşbəxt eləsin. Hər zaman belə gözəl, hər zaman belə gülərüz. Təbii ki, sənəti ilə də hər zaman uğurları bol olsun. Şəbnəm xanımın ən sevdiyiniz ifası? Şəbnəm xanımın Bəli, ən sevdiyiniz bir dənə mahnısı var idi. Yağış yağır nəsə belə bir mahnısı var. Onu xoşlayıram yəni. Bir yerdə dinləmişik Şəbnəm xanımla. Mən çox istəyirəm Şəbnəm xanımı. Allah yenə də deyirəm, uzun ömür can sağlar. Çox sağ olun, minnətdarıq, təşəkkürlər. Çox sağ ol, Tori. Təşəkkürümü bildirəm. Çox sağ ol, minnətdarım. Deyirsən ki ayrılırıq özüm, deyirsən ki yaşadım hər üzüm. Hatirələr sanki bataqlıq, düşündükcə çökərsən özüm. Mən itirmək nədir bilirəm, mənə izah etmə. Elə bir yara diyarəm də onlar tərpətmə. Buna bir bax, yenə rastlaşmışıq illər sonra. Bir təsadüfdü, unuttum deyəcəkdim getmə. Çətindir öz başına vuruşmaq, bəzən susmaqdır danışmaq. Ən böyük acıdır həyatda öz acizliyinlə barışmaq. Çətindir öz başına vuruşmaq, bəzən susmaqdır danışmaq. Ən böyük acıdır həyatda öz acizliyinlə barışmaq. Deyirsən ki ayrılırıq üzüm, deyirsən ki yaşadım hər üzüm. Hatirələr sanki bataqlıq, düşündükcə çökərsən özün. Mən itirmək nədir bilirəm, mənə izah etmə. Elə bir yara diyarəm də onlar tərpətmə. Buna bir bax, yenə rastlaşmışıq illər sonra. Bir təsadüfdü, unuttum deyəcəkdim getmə. Çətindir öz başına vuruşmaq, bəzən susmaqdır danışmaq. Ən böyük acıdır həyatda öz acizliyinlə barışmaq. Çətindir öz başına vuruşmaq, bəzən susmaqdır danışmaq. Ən böyük acıdır həyatda öz acizliyinlə barışmaq. Güzel kızlar içinde mulili, tek seni ben seçmişem mulili. Güzel kızlar içinde mulili, tek seni ben seçmişem mulili. Aa leyli leyli mulili, alem senden gileyli aleyli. Pencereni bağlama muleyli, ben gedirem ağlama muleyli. Gedib yenə gələrəm, özgəyə bel bağlama muleyli. Gedib yenə gələrəm muleyli, özgəyə bel bağlama muleyli. Gedib yenə gələrəm muleyli, özgəyə bel bağlama muleyli.
xoşbəxt olsun. 100 yaşasın. Öpürük. İlk tanışdığınızı necə xatırlayırsınız? Efirlərdə görmüşəm. Yox, necə siz ilk dəfə harda rastlaşmısınız? İlk dəfə toyda. Şəmkirdə toyda. Hələ onda Şəbnəm deyildi. Biz ondan Şəmkirdə tanış olmuşuq. Allah Taala onu çox xoşbəxt eləsin. Xanımı necə təbrik edərdiniz? Şəbnəm xanımı bir kəlmə ilə necə təbrik edərdiniz? Şəbnəm xanıma uzun ömür, can sağlığı arzu edirik. Çox möhtəşəm bir doğum günü keçirdir. O gün olsun balalarının toyuna gələk. Amin inşallah. Öpürük onu. Uzun ömür, can sağlığı. Biz də təbrik edirik Şəbnəm xanımı. Yaşı uzun olsun, gözəl xanımdır, gözəl müğənnidir. Allah həmişə xoşbəxt eləsin. Var olsun, Allah qorusun Şəbnəm xanımı, var olasın. Minnətdarım, təşəkkürlər. Belə bu yardım belə sessiz olar. Amma o zapisdə olmur, bu düşmür bu səs.